Yo, xanım, deyirsən hep sizdə alver getmirsən də reklam edə. Xeyr, mən heç vaxt insanları aldada bilmərəm. Bu birincisi mənim ayıbdır. Mənim nəyim var, qaqaş, dilimdə də heç vaxt yalan danışmağı sevmirəm. Bu mənim yaşama səbəbim belədir. Səni aldatmaram. Onlar sizi alladır, özünüz bilərsiniz. Qardaş, mən bugünkü gündə, məndə də var da 30 milli 10 manata qoymuşam. Gətir 8 manat ver apar. Keyfiyyətini mən bilirəm, mən sənə onu orijinal adı ilə və yaxud mən sənə onu keyfiyyətli mal adı ilə sata bilmərəm. İstəsəm reklamım var, onlardan da güclüdür mənim reklamım. Öz malımdır, çıxaram, çəkərəm, sataram, dağıdaram. Amma mənim kör qızım var, ayıbdır. Mən ayıbdır, mən onu yedizdirənmərəm o uşağı. Mən burada bambıllıq edib, hədiyyə yığıb onu eləyərəm. Amma bu şərəfsizliyi mən eləmərəm. Kim özünə nə layiq görürsə, evinə necə pul aparırsa Allah görür. Şükür Allaha duxularım da satılır, kənd uşaqları, məktəq uşaqları buradadır. Narmaniyalı duxu alanlar da var, belə ətrafımız da var. Sağ olsunlar. Bir şey ki, mən 1 il 4 aydır bu işlə məşğul olam. Əgər məndə iş getməsə, mən buranı çoxdan bağlayaram. İşimiz gedir, zəifdir, olsun. Və şükür Allaha işimizi plan veririk, arendiya veririk. Qaqaş, min bərəkət.